En son bu avtomobildən öncə çəkdiyimiz video Camry-nin incələməsi idi. Camry Seysanın. Əslində bugün də gəlmiş elə bir növ Camry-nin başlıca rəqiblərindən biri olan avtomobili çəkməyi sizlər üçün. Kia K5. Mən incəlmə videosunda demişdim ki, Camry-nin əvəzinə Sonata-nın restylinqini alaram, rəsmi dealer versiyasını. Bu da Sonata-nın bir digər qardaşı olan K5-dir. Və bu avtomobillər rəsmi dealer versiyasıdır. Bugün həm Camry ilə müqayisə edəcəyik, həm də ki, ümumi bunun da öz xarakteristikalarından sizə bəhs edəcəm. Avtomobilin özü ilə də yaxından tanış olacağıq. Ona görə də düşünürəm ki, başlaya bilərik. Hər kəsə salam. Bugün sizlərlə mən, Emil və kamera arxasında Ümid ilə birgə Kia K5 incələməsi çəkirik. Kia K5 digər adlarıyla Optima, Magentis və ya Lotse. Təbii ki, 2019-cu ildə 5-ci nəsil Kia K5 çıxanda bu ad da bütün dünya bazarı üçün əsas qlobal ad olaraq seçildi. Bundan öncə qalan ad Optima idi. Magentis və Lotse də daha öncəsində və fərqli bazarlar üçün istifadə olunan adlardan biri idi. Ümumilikdə 2000-ci ildən bəri Kia tərəfindən istehsal olunan avtomobildir və ilk nəsli olan birinci nəsildə Kia Sonata-nın sadəcə bəci dəyişdirilmiş, adı dəyişdirilmiş versiyası idi. Tam eyni idilər. İlk Optima Sonata ilə birəbir eyni idi. Bizim avtomobilimiz dediyimiz kimi 5-ci nəsildir və bundan əlavə də 5-ci nəslin restylinqidir. 5-ci nəsil 2019-cu ildə təqdim olunur. Restyling modeli isə 2023-cü il noyabrında. Restylingdə nə dəyişdi soruşsaz? Yenilənmiş ön fənərlər, arxa stoplarımız, ön bamper yeniləndi. Daha belə dekorativ hava girişləri, ümumilikdə interyerdə bir neçə xırda dəyişiklik oldu. Bizim keçirici başlığımız dəyişdi. Ondan əlavə də multimedia sistemində biraz dəyişiklik, ekranlar böyüdü, yeni gövdə rəngləri və yeni disklər təbii ki də. Əsas gözə çarpan təbii ki far stop və ön bamper idi. 2 litrlik hibrid mühərrikə sahibidir. Burada 152 at gücü verən benzin mühərrikimiz və 50 at gücü və 205 Nm verən də elektrik mühərrikimiz var. Sistemin ümumi cəmi isə bizə hardasa 192 at gücü və 350 Nm verir. Mühərrikimizin adı nədir desəz, G4NR. Bu mühərrik haqqında bir sıra yerlərdə deyə bilərlər ki, zadir verir, nə bilim, sürtünmələr olur, blokda problemlər yaranır və s. Çox uzağa yox, elə Rusiya bazarına baxsa, Rusiya bazarında bu avtomobilləri düzgün qulluqla 300 min, 400 min üzəri sürənlər var. Yəni o probeqlərdə taksidə istifadə edənlər var. Sadəcə burada qızıl söhbət nədir? Yağı doğru vaxtda motosaatla dəyişmək. Onda heç bir problem yaşamayasınız. Əvvəlkilərə nisbətən daha da yaxşılaşdırılıb burada. Düzdür, bu dəqiqə görə bilmirsiniz. Bunun altındadır. TNVD-lərimiz yer alıb. TNVD-lərdən də əlavə bu generatorun böyüklüyünə bax. Ümumi olaraq da bizim blokumuz, silindirlərimizin arası da soyudulur. Və bundan əlavə də bu motorlar əvvəldə zadir verdiyinə görə Kia hazırda yağ injektorları da yerləşdirib ki, blokumuz daha yaxşı yağlansın və yağsızlıqdan sürtünməz, zadir verməsin, necə deyirlər. Burada çox böyük moşna bir dənə generator var. Bu generator həm akkumulyatora güc verir, həm də bizim elektrik mühərrikimizə. Mühərrikin resursu yəni yetəri qədərdir. 300 minin üstünü görə bilirsiniz siz bu mühərriklə doğru qulluqda. Yəni yaxşı baxsaz heç bir problem yaradacaq bir mühərrik deyil, dözümlü sayılır. SmartStream G xəttli mühərrikidir. Elə 2019-cu ildən bəri bu yenilənmiş versiyası bazarda satışdadır. Və hələ ki qlobal heç bir problemini eşidə bilməzsiniz. Öncəki versiyalardan deyə bilərlər ki, katalizator dağılanda katalizatoru çəkir içinə, silindir blokuna girir, yenə zadir verir. Yenə də dediyim kimi 300-400 min getmiş mühərriklər var və heç nə olunmayıb. Sadəcə reqlamentə uyğun motosaatla yağ dəyişilib. Bu qədər. Keçid almış avtomobilimizin arxa bölümünə. Bu arxa tərəf və bu stoplar mənə ilk bu avtomobili görəndə K8-i xatırlatdı. Hansı ki, incələməsini kanalda izləyə bilərsiniz. Bilirəm, izləməmisiniz. Bəlkə də sizə maraqlı deyil, amma yenə də izləyin, qəşəng avtomobildir. Arxa görünüşümüzdə çox sadə K5 loqosu, HEV və Kia yazısı. Burada da arxa kameramız yer alır və düz onun yanında bagajımızı açmaq üçün bir düyməmiz var. Elektroprivat özünü göstərdi. Belə deyim, bizim avtomobilimiz hazırda rəsmi dealer tərəfindən gətirilən ən full komplektasiya versiyadır. Yəni bundan dolusu olmur. Buna görə də bizdə bagajın elektron idarə etməsi var. Ümumi də biz bu dəqiqə bagajın iç materialına baxanda bu tərəflər, bu yanların Camry-dən keyfiyyətli olduğunu görürük. Və yenə də deyirəm, bizim müqayisəmiz Çin Camry-si ilədir, rəsmi dealerlə yox. Rəsmi dealer avtomobilini görməmişik. Çinlə müqayisə edəndə
bu avtomobilin ondan keyfiyyətli olduğunu görürük. Burada iç material daha keyfiyyətlidir. Təbii ki, bu hissəsi, bu altlığı burada da sadə. Bunun alt bölümündə nə var, nə yox. Tamamilə təkər dəyişmə kitimiz var, damkratımız var, ehtiyat dakatka təkərimiz var bizim. Alt bölümü də ümumi olaraqdan belədir. Bax, bu hissədə də aşağı gəlsən Ümid, kameradakı kimi görəsən, buralar yenə boşluqdur. Yenə eyni söhbətdir. Kameradakı kimi metalı görürük biz, kuzanı görürük. Görək bunda səs izolyasiyasının səviyyəsi necə olacaq və bagajın işıqlandırmasını da bu hissədə yerləşdiriblər. Tam işini görəcək. Arxa oturacaqları yatdıraraq da klassik olaraq bagaj həcmini artıra bilərsiniz. Hə, bagaj həcmi demişdə 510 litr kimi bir rəqəmlərdədir təqribi. Qəşəng geniş bagajı var bu arada. Mən gözlədiyimdən daha genişdir. Bağlamaq üçün də sadəcə gəldiniz, bir düyməyə bastınız, səliqəli şəkildə bağlanır. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 4905, eni 1860, hündürlüyü isə 1465 kimi rəqəmlərdə. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərimizə keçsək, 215-55 R17 ön və arxa parametrlərimiz eynidir. Yüngül lehimli sadə disklərimiz var, necə deyərlər. İnterior materiallarımıza nəzər yetirsək, bu avtomobilimizin də yürüşü elə kameradakı kimidir. Hazırda da baxıram 3712 km yürüş məsafəsi var. Kamerada heç səhv vermirəmsə 4000 olmamışdı. O da bu yürüşlərdə idi. Dəri materialımız burada kameradan daha keyfiyyətlidir. Yəni bu açıq aydın hiss olunur. Özünü hiss etdirir, necə deyirlər. Oturacaqlarımız ümumi olaraqdan belə wow, ölüm yumşaq oturacaqlar deyil. Normal əyləşsin, amma öndəyə oturacaqlar gözəl yumşaqdır. Baş məsafəmiz burada 5 barmaqdan çoxdur, bir 6 barmaq deyə bilərik biz bura. İç tərəfə burada bükülməmiz də var ki, rahat olsun. Dam materialı klassik Hyundai Kia'ya məxsus bir dam materialıdır. Yumşaqdır bu arada. Qapı kartlarımız amma mənə şeydən daha dolu gəldi, Camry'dən. Ümumi birincisi əlimizi salanda qapı kartı bizim üstümüzə gəlmir, necə deyərlər. Hər şey kip yığılıb, yığılma gözəldir. Bu hissədə belə dəri, toxunuşu gözəldir. Adama müəyyən bir premial hissiyat verir. Burada belə trimimizi görürsünüz, ağac dizaynlı trimimizi, qapı dəstəyi bu hissədə yer alıb. Alt bölümünə gələndə ümumilikdə arxa oturacaqlarımızın qızdırılması var. Daha sonra burada ergonomika baxımından narahat olan bir nüans var. Qapı dəstəyinin yeridir. Baxın, bu gördüyünüz şey əslində bu qapını elə bağlamaq üçün. Siz əyləşəndə qapını buradan tutub gətirməlisiniz. Amma bunun forması və özü də ki bu Royal Lock, yəni Black Piano element olduğuna görə həm sürüşür, həm də tutmağa biraz narahatdır. Sən istərseniz belə əl atacaqsan onu tutmağa və əl atanda əlindən çıxacağına əminəm. Sən buradan tutub gətirmək istəsən də təsəvvürlə qapı full açıqdır. Bu qapının full açığıdır. Bir var buradan gətirəsən, bir də var qol getdi bura. Belə gətirəndə də sən artıq bağlayanda bu bucaq altında qalır qolun. Ona görə müəyyən narahatçılıq yaranır. Yəni bunu da belə bağlayanda avtomatik şey deyirsən bu arada. Belə xırda ergonomik nüansı var. Yəni arxası bir balaca o baxımdan arxa qapını daha yaxşı eləmək olardı ki, bir balaca tutmağa rahat olsun. Çünki bu tutacaq. O deyil. Diz məsafəmizə nəzər yetirsək, ön oturacağı mən özümə uyğun ayarlamışam. Ona görə var. Yetəri qədər diz məsafəm var. Genişlik necə deyirlər. Hər iki oturacağımızın arxasında qovluq yerləri də var. 2 dənə Type-C port, arxa sıra deflektorları, salafan maşın çəkiliyi də bu gün sizlər üçün. Bunu hələ ki göstərə bildiyim qədər üstü açıq formada şeylərdir, stəkan tutacaqlardır. Klassik adət ənənəyə sadiq formada. Bunun üst tərəfi də yumşaq. Yəni kamerada dediyimiz kimi bu hissəsi yumşaq idi. Dirsəyinizi yumşaq yerə qoyursunuz. Birinci dəfədir ümiddən bu qədər salafan içində olan maşın çəkirik deyəsən. Bir çanqanlar belə təzə idi, bir də bu. Uşaq oturacaqları üçün də izafiksimiz var bizim. Panoramik damımız var və bu dam açılır. Kamerada fərqli olaraq. Düzdür, kamerada sahə olaraq o biraz daha böyük görünürdü, amma kamerada açılmırdı. Burada heç olmasa açılır. Varındır və açılır. Arxa sıra işıqlandırması da tam burada əl dəstəyinin yanında yer alıb. Basırsınız, səliqəli. Bu arxada gördüyünüz dinamiklərin qapağı da kamerada çox rahat formada basılır. Plastik o qədər yumşaq idi ki, rahatca siz onu basa bilirsiniz və mən deyirdim ki, onu qırmaq da mümkündür. Buradakında artıq müəyyən sərtlik də özünü göstərir. Və ortada da əyləşəndə ortası da rahat yumşaqdır. Və hətta bu oturacaqlar bilsən, Sonata oturacaqları da bunlar. Yəni Sonata ilə eyni oturacaqları bölüşürlər. Zaten ümumi dizayn olaraq avtomobilimizə baxanda K5 Sonata ilə
bənzərliklərə sahibdir. Düzdür, bu nəsildə biraz daha fərqlənirlər, ayırmaq mümkündür. Bəzi bir öncəkilərdə bəzən qarışdırmaq rahat olur. Sürücünün əyləşmə yerində, kokpitdə olanda bizə bu tanış olan paneli görürük K8-dən. Bunu dəyişdirmək olur. Klimata keçirəndə görüntüsü tamamilə dəyişir. Burada da digər moda keçəndə də düymələr dəyişir, belə deyək, görüntümüz. Avtomobilimizin ümumi komplektasiyasına nəzər yetirsək, sürücünün memory paketi var, ön iki oturacağında qızdırılması, ventilyasiyası, arxada da yalnız qızdırılmaydı və sükanın qızdırılması da var. Və avtomobili ilk oturanda diqqət etdiyim şey bu sükan dərisi oldu. Camry-dən hissiyat olaraq daha gözəldir və tikişlərinə də baxırıq, görürük ki, burada daha da səliqəli iş görüblər. Sadəcə bu dərinin də müəyyən vaxtdan sonra müəyyən bir aşınmalara gələcəyini anlamaq olur. Yəni bir istifadə müddətindən sonra yeniləyəndə artıq daha yaxşı dəri ilə əvəzləsəz, sizə daha uzun müddət xidmət göstərəcəyindən əmin ola bilərsiniz. Ön tərəfdə də 2 Type-C portumuz var. Daha sonra 2 stəkan tutacağı, avtohold düyməsi klassik olaraq burada nəyinsə yeri var, hansı ki bizim bazarda yoxdur, boş qalır. Sonra məsələn sizə belə bir şey dediyim ki, nə qədər dolu avtomobil olsa belə, Koreyanın da belə ən dolusunda olsa da, sərnişin oturacağında, sağ ön sərnişin oturacağında oturacağın yuxarı aşağı idarə olunması yoxdur. Bu heç birində olmur. Bu Sonatalarda, K8-də də bu belədir bu arada. Amma məsələn ən dolu oturacaqda nə var? Sıfır gravitasiya. O düymə var, ön tərəfi qalxır belə maksimum, sərnişin uzana bilir. Onun yerinə məncə düşünürəm ki, sadəcə oturacağın yuxarı qalxıb aşağı düşən eləsəydiniz daha faydalı olardı. Saxlama yerlərimizə keçsək, biri burada tam altı qəşəng mex materiallar, necə deyirlər, üzlənib ki, içəri yerləşdirdiyiniz şey heç bir səs eləməsin. Yan divarları plastikdəndir. Burada da kıstaki belə qəşəng saxlama yeri var, içi rezinli. Ümidin tam önündə olan da içi yenə onun da üzlənməyib təbii ki, o da tam plastikdir. Amma bu avtomobildə həmin o Camry ilə müqayisədə daha premium hissiyat var. Qapı paneli dediyimiz kimi dartanda üstüvə gəlmir. Hal-hazırda avtomobilimizi artıq idarə edirik və idarə etmə zamanı birbaşa olaraqdan maneənin üstündən keçdik. Camry ilə eyni maneənin üstündən keçdik və mən dediyim o teoriya var, bu avtomobillər, servis avtomobilləri daha yumşaqdır. Nə, yəni Amerikadan da yumşaqdır, Koreyadan da yumşaqdır. Bu get-gedə mənim üçün təsdiqini tapır. Hazırda yenə həmin maneəyə yaxınlaşacağıq və onu çox rahat yumşaqlıqla keçdik biz bayaq. İndi də gəlirik. Camry-də biz hardasa ən pik 20 kilometrdən keçmişdik. 20 ilə gəldik. Bu maşın Camry-dən daha yumşaqdır. Əksi ola bilməz. Yenə deyirəm, bizim çəkdiyimiz Camry-dən qatı ilə yumşaqdır bu. 2 qat yumşaq demək olar rahatlıqla. Yəni Çinin Camry-si ilə belədir. Servis yenə deyirəm. Servisdən bilmirəm, amma mən bu avtomobilin yumşaq olacağını Sonata restyling-dən sonra gözləyirdim. Yəni servis Sonata restyling sürdük. Mən oradakı yumşaqlıq hələ də ağlımdan çıxmır, ümidin də yadındadır. Çox qəşəng idi. Yəni bunun da elə yumşaq olması gözlənilən idi. Olmasaydı həqiqətən necə deyirlər, məyus eləyərdi. Bu arada sükan ergonomikası qəşəng yumşaqdır. Mən sükanını bəyəndim bu avtomobilin. Həm tutuşu rahatdır. Həm də ki, bizən çox qalın da deyil özü. Rahatca tutdun, ergonomik olaraq da sizə rahatdır və avtomobilimiz 360 kameralarla normal olaraq təchiz olunub. Hyundai 2 avtomobillərində klassik olan bir özəllik, dönmə işığını vuranda cihazlar panelində sizə hansı istiqamətdə vursanız, oradakı güzgünün altındakı kamera açıb göstərir ki, nə var, nə yox. Əyləcilər də bu arada gözəl, effektivdir. Çox cüzi basanda artıq tutmasını hiss edirsiniz. 9 kilometrdən keçdik bunu. Yəni yumşaq olması dediyim kimi gözlənilən idi. Camry-də məsələn nə var idi? Burada belə ara kəsmə yox idi, ayırma yox idi deyə avtomobil sizə daha geniş gəlir buradan belə. Amma Camry-də ən bəyəndiyim şey nə idi bilirsən? Məsələn, bunda o yoxdur. Opşi belə baxanda çox geniş abzorniስትiniz var idi. Sizin ümumi avtomobilin genişliyi çox qəşəng idi. Ön tərəfdə oturanda sən baxış bucağın çox geniş idi, rahat. Məsələn, bunda o yoxdur. Amma onda var. Amma bunda başlıca lazımi olan şeylər, müsbətləri bunun daha çoxdur, çəm onun. Təbii ki, kör nöqtələr, yəni kör nöqtə özəlliyimiz də var. Avtomobilimizdə zolağın tutulması kimi özəlliklər də hamısı öz yerini alıb və yanacaq çənimiz də 50 litr həcmindədir. Hardasa elə Camry ilə də eyni yanacaq sərfiyyatı var. Hazırda avtomobil sahibi deyir ki, 7 litrləri görüb. Düşünürəm ki, hətta 6-lara da gətirmək olar onu və avtomobilimizin çənində hazırda 95 oktanlı yanacaq var.
Bu mühərrikin uzun ömürlü olmasını istəyirsə 95-dən istifadə etməyiniz məsləhətlidir. Head-up displeyimizdə bu arada bizə hər hansısa bir maneəyə yaxınlaşanda burada belə deyək, bir kvadrat var. O kvadratın sol tərəfində qızartı gəlir. Soldan bir avtomobil yaxınlaşanda. Oradan göstərir artıq. Solda avtomobil gəlir. Bizim kör zona indikatorumuz da yanır. Head-up'ımızda görünür ki, sənin o küncündən bir avtomobil yaxınlaşır, bir maneə var deyə. Tam dolu çənlə 95 oktanlı yanacaqla 1000 kilometrə qədər yürüyüş məsafəsi göstərir, amma real hardasa 700 kilometr civarıdır. Sıfırdan 10-a sürətlənməsi də hardasa bu avtomobilin 8-8.5 saniyə aralığındadır. Dediyimiz kimi bu avtomobillər 0-100 avtomobili deyil normal olaraqdan. Gündəlik iş aşırtmağa, gündəlik yaxşı bir avtomobil kimi götürəndə hazırki Camry ilə müqayisədə Koreyalılar üstələyir. Mən Sonatada əmin idim. K5-də də əmin oldum. Avtomobilimizdə daha premium audio sistemlər görə bilərsiniz. Bu dəqiqə bu avtomobildə hazır zavoddan gələn kontrakt audio sistemdir. Yəni no-name də deyə bilərik biz buna. Belə görürəm ki, mən dealer daha bomba versiyaları gətirmir. Koreyadan gətirsəz avtomobili, Boss da görə bilərsiniz. Hətta burada Boss-dan üstə bir marka olmalıdır, səhv etmirəmsə. Onun da adını sizlər üçün burada yerləşdirəcəyik. Daha yaxşı akustik sistemə sahib ola bilərsiniz. Hazırda biz bu kontraktla test elədik. Kontraktla o qədər də qane etmir adamı. Yəni musiqi dinləyənsə, musiqini sevənsə düşünmürəm bəyənəcəyiniz, nə yalan deyim. Avtomobilimizi sport moda, ümumiyyətlə drive modlara çevirmək üçün buradan selektorumuzu belə eləyirik. Qaytarırıq. Bizdə 3 mod var. My Drive, individual moddur, belə deyəsin, sürüş tərzinizə uyğun olaraq. Ekodur və Sport. Sportda da artıq bildiyimiz Sportik. Bunun elə bir ki, komfortu Ekodur. Əyləciləri qəşəngdir. Çox mən pedalı ucunda basıram və yavaşladır. Hazırda Sportdayıq biz. Motorun səsi aləmi götürür. Gələcəyik ona gözdə. Camry-dən bodura gedir bu maşın. Mən hələ çox da dibləmədən basırdım. Görürsən ki, bu Camry-dən daha çevik, daha dinamikdir. Ekoya atdın, sakitləşdi. Bu arada siz bu avtomobilə 4 çəkər modifikasiyalarla da rast gələ bilərsiniz. 1,6 litr həcmində olan turbo mühərrikli modifikasiyada rast gələ bilərsiniz. Hətta 2 motor sadə turbo variantları da var və 2.5 atmosferik variantları da var. Yəni mühərrik seçimləri çoxdur. 1.6, 2, 2.5, hətta 1.5 də olmalıdır. Amma 1.5 bizdə yoxdur. Rusiya bazarında 1.5 mən olduğunu gördüm. Belə bizdə rast gəlinən 1.6, 2 və 2.5-dir. Avtomobilimizin səs izolyasiya səviyyəsindən də bəhs eləsə, məsələn, biz avtomobil sahibindən soruşduq ki, siz bundan magistral yolda, trasda hərəkət eləmisinizmi? Dedi, hə. Əsas sual külək səsinin eşidilməməsi idi. O deyir ki, yəni mənim nəzərimə çarpmayıb eşitməmişəm. Təbii ki, izləyicilərdən yenə də bu avtomobilin sahibləri, K5 sahibi olanlar izləyəcək deyə düşünürəm. Siz də bildirin. Külək səsi eşidirdinizmi? Ümumi daşlı, çınqıllı yolda təkər arkalarında olan səs izolyasiyası necə idi? Biz hazırda çox minimalistik, çınqıllı yerlərdən keçdik və həmin sırada elə bir səs eşitmədik. Baskı sisteminin yumşaqlığı mənə ləzzət elədi. Amma Sonata bundan da yumşaqdır. Ondan əminəm. Çünki unudulmaz bir şeydir o Sonata. Kia K5 incələməmizi bu yerdə sonlandıra bilərik. Sizlər üçün maraqlı qalan nüans olarsa, hər hansı bir sual yaranarsa rəy bölməsində bildirin, hamısını cavablayacağıq. Siz də yazın görək, belə bir sualda mən sizə verim. Camry alarsınız yoxsa K5? Amma tam səmimi, fanatiklik etmədən cavab vermək lazımdır bu suala. Düşünürəm ki, sizlərlə də sağollaşa bilərik. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxışları qaçırmayasınız. Sağ olun, salamat qalın.